Bugün səhər 32-ci yaşıma qədəm qoyuram və dedim ki, bu yaşımda özümə bir incəlik edeyim və özüm üçün fotosessiya elətdirim. Çünki həmişə uşağın ad günlərində edirdik. Bu dəfə də dedim ki, onlar məni gözləsin və fotosessiya etdirdim. Çox təəssüf olsun ki, əvvəlcədən çəkməyə vaxtım olmadı. Başım qarışıq oldu, inarsınız. Heç belə ağlımın ucundan keçmədi ki, bundan qəşəng belə video hazırlamaq mümkün olar. Ona görə də yoldaşımın orada studiyanın özündə çəkdiyi şəkilləri və hazırlıq videosunu sizlər üçün paylaşıram. İzləmədə qalın. Mən sabah yox, o biri gün çox ehtimal ki, ad günümdə maraqlı videolar sizin üçün paylaşacağım. 32 yaşına gələnə qədər nələrdən keçdim, istəyirəm bugün sizə biraz onlardan danışam. İlk 10 ili təbii ki, insan hələ özünü hiss etmədiyi bir illərdir və növbəti 10 ili artıq sən biraz uşaqlıqdan çıxmış halda olursan və təəssüflər olsun ki, 2004-cü ildə mən atamı itirdim. Və mənim o zamanlar olardı 12-11 yaşım. O zamanlar hiss etmirdim yoxluğunu mənim üçün. Yəni sadəcə kiminsə əksikliyi olurdu da, yəni sənin üçün atan yoxdur evdə, o duyğu olurdu. Ancaq böyüdükdən sonra hiss edirsən ki, ata başqa bir varlıq imiş insanın həyatında. Bunu ailə qurandan sonra daha çox anladım. Ailə qurandan sonra niyə deyirəm? Yəni ailə həyatında əziyyət çəkdim falan, bu mənada demirəm. Şükür Allaha, hər şey qaydasındadır. Sadəcə ailə qurub övlad sahibi olanda bilirsən ki, atanın insanın həyatında rolu başqadır. Bir övlad üçün ata vacib bir, yəni varlıqdır. Bütün valideynlərə də Allahdan can sağlığı diləyirəm və övladlara da eyni zamanda daimi olaraq analı, atalı böyümələrini arzu edirəm. 32-ci ilimdə artıq çox xoşbəxt və rahat bir həyat yaşamaq istəyirəm. İstəyirəm ki, artıq keçdiyim uzun və keşməkeşli yol arxada qalsın. Deyirlər ki, ömrünün yarısını yaşadın deyirlər bəzən. Artıq bilirsiniz də, yaş həddi düşübdür. Allah hamıya sağlam, gözəl ömür qismət eləsin. Ancaq görürük ki, insanlar artıq 60-70 maksimum yaşayırlar. 70-dən bir ozu tərəfi keçənləri artıq uzun ömürlü hesab edirlər. Ömrümün yarısının bir hissəsini deyək də, yəni, özümə hələ onu sığışdırmaq istəmirəm ki, mən ömrümün yarısını yaşamışam da. İstəyirəm ki, həm xoşbəxt yaşayayım, həm də uzun yaşayayım. Övladımın xeyir işini görüm. Nə bilim, övladımın övladını görüm. Yəni, belə şeylərdə opuşum. Hər insanın arzusu. Və ömrünün yarısını yaşamış biri olaraq həyatda çox arzularım var. Ən böyük arzum isə odur ki, həqiqətən də xoşbəxt və sağlam yaşamaqdır. Sağlamlıq bizim həyatımızda nə qədər böyük rol oynayırmış. Mən bunu 2024-23-cü illərdə hiss etdim. Ya bundan əvvəl sağlamlıqla bağlı ciddi bir problemlər yaşamadığım üçün heç vaxt düşünmürdüm ki, sağlamlıq necə bir, yəni düşüncədir də, yəni. Bu problemi də əslində mən özümdə yaşamadım. Sadəcə rəhmət getdi qaynanam. Qaynanam ağır xəstəlik keçirdi və onda onun necə əziyyət çəkdiyini gördüm. Və onun əziyyət çəkdiyi müddətcə övladlarının eyni zamanda da bizim necə əziyyət çəkdiyimizi gördük. Burada fiziki əziyyətdən söhbət getmir, mənəvi əziyyətdən gedir. Bir insanın gözünün qarşısında ona nəsə bir əziyyət çəkməsi insana pis təsir edir. Yəni ona görə də Allahdan tək diləyim odur ki, qalan ömrümü həm özüm sağlam yaşayayım, həm də ətrafımdakılar sağlam olsun. Çünki sağlamlıq olmasa, inanın ki, yəni milyonlara da sahib olsaz o xoşbəxtliyə sahib ola bilməyəcəksiniz. Çünki istədiyiniz kimi yaşaya bilməyəcəksiniz, istədiyiniz kimi deyib gülə bilməyəcəksiniz. Neysə, duygusal söhbətləri burada yekunlaşdıraq. İstəmirəm davam edeyim bu mövzuda. Və bir neçə dəfə şəkil çəkdirəndən, video çəkdirəndən sonra artıq studiyada işimiz yekunlaşdı. Studiyada deyəndə, yəni şəkil çəkənlə işimiz yekunlaşdı. Bundan sonrasını yoldaşım eləyir. Çünki mən 1-2 dənə video görmüşdüm, trend videolar ki, hansı ki orada uşaqla videolar eləyir. Mənim hal-hazırda 32 yaşım olduğu üçün bu 32 ilə 23 bir-birinə çox oxşayır da. Ona görə biz həmin o prikoldan etmək istəyirdik. İndi bilmədim, yəni nə dərəcədə alınacaq, alınmayacaq. Çünki çox cəhdlər etdik, bir neçə dəfə yoxladıq.
İndi necə alınacaq, onu növbəti dəfələrdə, yəni yığıb yığışdıranda o videonu görəcəyik. Burada sadəcə mən sizə göstərməyə çalışıram ki, bizim kadr arxamız necə keçdi. Bu kadrları bir 10-15 dəfə yoxladıqdan sonra axır ki, eyb yox, alınar yəqin ki, deyib yekunlaşdırdım. Yoldaşım da bu günlər mənə çox dəstək oldu, əziyyət çəkdi. Çünki demək olar ki, videoda, yəni bir 15 dəfə də çəksək, yoruldum demədi. Studiya 3 geyimə icazə verirdi. Mən də artıq o 3 geyim haqqımı istifadə etmişdim. Ona görə bu geyimlə ancaq yoldaşım çəkdi. Hər birinizə izlədiyiniz üçün təşəkkür edirəm. Daimi olaraq izləmədə qalın.